Salam, hər vaxtınız xeyir olsun əziz dördüncülər, hörmətli valideynlər və dəyərli kanal izləyiciləri. Ssenari yayımlarının yarpaq test vəsaitindən izahlarımız davam edir. Mövzumuz test 68-də sahədir. İki variantdan ibarətdir. A variantının izahı ilə qarşınızdayıq. İlk öncə gəlin sahə nəyə deyilir, onun haqqında biraz məlumat verim. Sahə fiqurun müstəvi üzərində tutduğu yerdir. Yəni ki, fiqur müəyyən bir ərazini tutur. Bunun daxili olan, yəni bu tutduğu yer, içindəki daxili yer nə adlanmış olur? Həmin fiqurun sahəsi adlanmış olur. Tutduğu yerdir. Sahəni tapmaq üçün də əlbəttə müəyyən fiqurların sahəsini müəyyən düsturlar və qaydalarla tapırıq. İlk öncə düzbucağının sahəsinin tapılması lazım ki, sahəni S ilə işarə etmiş olsaq, düzbucağın sahəsini tapmaq üçün enini uzunluğuna vurur. Məsələn, uzunluğu A-dırsa, eni də B-dirsə, A vurulsun, B kimi tapmış oluruq. Məsələn, belə bir düzbucaqlıdır. Uzunluğu A, eni də B olarsa, sahəsini tapmaq üçün A vurulsun B-dir. Kvadratın sahəsini tapmaq üçün tərəfi, yəni kvadratın bütün tərəfləri bir-birinə bərabər olduğuna görə tərəfini özünə vurmuş oluruq. A vur, yəni kvadratdır. Kvadratın bütün tərəfləri bərabər olduğuna görə tərəfini özünə vurmuş oluruq. Bu qədər. Əlbəttə, üçbucaqların sahəsinin tapılması, digər fiqurların sahələrinin tapılması da var ki, yəni bəzi fiqurların sahələrini tapmaq üçün onları kvadratı və düzbucaqlara ayırmaqla da tapmış olarıq. Hələlik yuxarı siniflərdə daha sonra müxtəlif fiqurların da sahələrinin tapılmasını öyrənmiş olarsınız. Gəlin keçək tapşırıqlara görək, tapşırıqlarda nə deyir, nələr yazıblar. Bunlar haqqında tanış olaq, cavabları da sizlərə paylaşmış olarıq. Bir nömrəli tapşırıqda görək nə yazır. Yazır ki, rəylənmiş hissənin perimetri 16 cm olarsa, A, B, D, C düzbucağının sahəsini tapın. Rəylənmiş hissə tam olaraq buranın yarısıdır. Yəni, perimetri də nə qədərdir? 16 cm-dir. Bura 3 olduğuna görə, deməli, burada 3 cm-dir. Perimetr kənar tərəflərin, deməli, bunun tərəflərinin uzunluqlarının cəmi, rəngli hissənin tərəflərinin uzunluqlarının cəmidir. 16-dan bunların cəmini çıxanda burası da nə olacaq? 6 cm olmuş olacaq. Sahəsini də tapmaq üçün əlbəttə ki, biz enin də bilməliyik, uzunluğunda. Hər ikisini bildikdən sonra 6-nı vurarıq 6 cm. Sahəsini tapmaq üçün sahə bərabərdir 6 cm vurulsun 3 cm. Bərabərdir. 6-nı 3-ə vurarıq, yiyəcək 18. Santimetr vurulsun santimetr, santimetr üstü 2 yazılır. Və bu kvadrat santimetr kimi oxunmuş olur. Bunu da yəni biləsiniz ki, nəyə görə üstündə 2 yazılır? Çünki 2 dəfə bir-birinə santimetrlər vurulmuşdur. Ya oxunuşu isə kvadrat santimetr kimi oxunmuş olur. Bu da bərabərdir C variantında verilmişdir. Daha sonra 2-yə baxırıq ki, üçbucağın sahəsi 5 kvadrat santimetrdirsə, ABC fiqurunun ümumi sahəsi nə qədərdir? Burası 5'dir. Bura bizə məlumdur. Buranı da tapmaq üçün 7-ni 5'ə vuraraq, bu da 35 edəcək. Toplasaq 40-70 olacaq. 3'ə baxırıq. Bütün ölçüləri, bir dənə baxaq. Bütün ölçüləri eyni olan ABCD və MNF fiqurlarının perimetrlərinin cəmi 48 cm-dirsə, rəylənmiş hissənin sahəsini tapın. Biz bilirik ki, bunların perimetrlərinin cəmi 48-dir. Və rənglənmiş hissənin sahəsini tap deyirsə, diqqətli olmuş olsaq, burası 7 cm. Perimetrlərin uzunluqlarında ki, fiqurların perimetrlərinin cəmi bir-birinə də eyni olan, ölçüləri eynidir. 48-i nə edirik? Bölmüş oluruq. 2-yə hərəsinə nə düşür? Hərəsinə düşür 24. 24'ü də nə edirik? Bölürük 2-yə, çıxırıq 7-dir bunun uzunluğu. 7-ni çıxmış olsaq, bu da bərabərdir, eləyəcək 5. Deməli, eni də 5 imiş. Və buradan 3'ü gəldiyinə görə, bura nə olacaq? 2 olmuş olacaq. Və ümumi 7'dir. Burası da 4 olduğuna görə, burada neçədir? 3'dür. Və 2'ni də 3'ə vurmuş olsaq, eləcək 6 kvadrat santimetr etmiş olur ki, doğru cavabda C variantında verilib.
Davam edək. 4-cü tapşırıqdan görək nə yazır. Yazır, aşağıdakı fiqurlardan hansının sahəsi digərindən fərqlidir? Kvadrat vahidlərlə götürmüş olsaq 1, 2, 3, 4 dənə tam kvadrat vahiddir. 2 dənə yarı, bu da 5, 5,5. 5,5 yazmış olar bunun üçün. Digərinə baxırıq. 1, 2, 3, 4, 5 dənədir. 5 dənə yox. Burada 5,5 deyil, 6,5'dir. Çünki 1, 2, 3, 4, 5 dənə tam. Bu ikisi də 6, bu da yarı 6,5. Yaxşı qayıtdı. Burada 5 tam, bu da 6, 6,5, bu da 6,5. Bura baxırıq. 1, 2, 3, 4, 5. Bu eləyəcək 5, o da bir 6. Bu 6'dır, bu fərqlidir zaten. Hansı rəngdir? Yaşıl rəngdə olan. B variantı. Yəni burada baxsaq 1, 2, 3, 4, 5, 6,5. Bu da 6,5'dir. Doğru cavab B variantı. 5'e baxırıq. Yazır ki, bir tərəfinin uzunluğu 8 cm olan iki kvadratın birləşməsindən alınan fiqurun sahəsini tapın. Bir tərəfin uzunluğu 8 cm olan iki kvadratın birləşməsindən alınan fiqurun sahəsini tapın. Biz bir iki dənə kvadratı birləşdirmiş olsaq, alınan düzbucaqlının uzunluğu kvadratların, yəni belə deyək, tərəfin 2 qatı olacaq. Çünki 2 dənə, burada 8 isə, burada 8, 2 qatı. Eni isə elə 8 olmuş olacaq. Bu da o demək ki, uzunluğu olacaq 16, eni də 8 və 16'nı vurmuş olsaq 8'ə, bu da bərabərdir. Deyəcək 128 kvadrat santimetr. Doğru cavab B variantı. 6'ya baxırıq. 6'da yazır ki, bərabər tərəfli üçbucağın perimetri 21 santimetrdir. Buna görə kvadratların sahələrinin cəmini tapın. Bərabər tərəfli üçbucağın perimetri 21-dirsə, deməli tərəfi 7'dir. Bunlar da kvadratlar olduğuna görə hər birinin sahəsi 7 vurulsun 7, 49'dur. 3 dəfə də 49'u eləyəcək 147. Doğru cavab da D variantında var. 7'yə baxırıq. Yazır ki, verilmiş şəklin AB düz xəttinə görə simmetriyasını tamamladıqda sonra alınan fiqurun sahəsini tapın. Yəni burası nə qədərsə, digər tərəfdə o qədər olacaq. Çünki buranı hesablayaq görə 1, 2, 1, 2, 3, 4, 5, 10 burada da 11, 12 dənə. 12'ni də vurmuş olsaq 2 bərabərdir 24 vahid kvadrat eləyəcək. Bu da C variantı. 8'ə baxırıq. Yazır ki, AEFL kvadratının sahəsi ABCD düzbucağının sahəsinin hansı hissəsini təşkil edir? Bilirik ki, burası 2 santimetrdir. Yəni ABC düzbucağının sahəsi nə qədərdir? Bura 4'dür, burada 6 olduğuna görə bura 2, bura 2, bura 4'dür. ABC'nin gəlin burada yazaq. Yəni düzbucağının sahəsini tapmaq üçün uzunluğu 6'dır, eni də 4'dür. 6'nı vurmuş olaraq 4'ə. Eləyəcək 24. Bunun sahəsi, yəni eləyəcək 2'ni 2'yə vuraraq 4 etmiş olacaq. 24'də 4'dür. Bu da bərabərdə 6'da bir hissə etmiş olur. Doğru cavab B variantı. Yəni bunun sahəsi 4'dür. Kvadratın düzbucağının sahəsi 24'dür. 24'də 4'ü eləyir. Bunu da ixtisar aparsaq, hər ikisini 4'ə bölsək 6'da bir hissəsi. 9'a baxırıq. Yəni ki, ABC fiqurunun sahəsi MNOP kvadratının sahəsindən 2 dəfə böyükdür. AD bərabərdir OP olarsa, DC tərəfinin uzunluğunu tapın. AD bərabərdir OP. Yəni ki, elə burada kvadratdır da. MNOP kvadratdır. Bura 3'dürsə tamamı 3'dür. Deməli, burada 3 olmuş oldu. Və bizə deyir ki, kvadratın sahəsi ABCD fiqurunun sahəsi MNOP kvadratının sahəsindən 2 dəfə böyükdür. Bunun sahəsi nə qədərdir? 9, 3 vurulsun 3 eləyir 9 kvadrat santimetrdir. Bu da 2 dəfə böyük olsa 18 etmiş olacaq. AB, DC daha doğrusu buranı soruşur bizdən. Biz də bilirik ki, sahəni bölsək eninə bərabərdir uzunluğunu tapmış olaraq. Uzunluğuna da böləndə enini tapırıq. Burada da 18 kvadrat santimetri
kvadrat santimetrdir. Bölsək 3 santimetrə, burada eləcə 6 santimetr. Doğru cavab da B variantında verilir. Onda yazır ki, Aysel'in sualına Vüsalə hansı cavabı versə doğru olar. Aysel nə deyir? Deyir ki, otağımın eni 2 metr, uzunluğu isə 3 metrdir. Otağımın sahəsi nə qədərdir? Əlbəttə ki, sahəsini tapmaq üçün enini uzunluğuna vurmuş olsaq, 6 kvadrat metr etmiş olacaq ki, doğru cavab da C variantındakı cavabı versə doğru olacaq. 11-də yazır ki, fiqurun sahəsi neçə kvadrat metrdir? Fiqurun sahəsini tapmaq üçün buradan ayırmış olaq. Buranı ayrıca düzbucağın sahəsini tapaq. 6 metri 3 metrə vurmuş olsaq 18 kvadrat metr etmiş olacaq. Burada 2 metr 2 metrə vursaq 4 kvadrat metr etmiş olacaq. Bunları da toplasaq 22 kvadrat metr. Doğru cavabımız A variantında var. 12-yə baxırıq. Yazır ki, rənglənmiş hissənin sahəsi rənglənməmiş hissənin sahəsindən nə qədər böyükdür? Deməli, rənglənmiş hissənin sahəsindən, yəni ümumi sahədən çıxmış olarıq. Belə deyək də, ümumi sahə, rənglənmiş hissənin sahəsi də oradan tapmalıyıq. Rənglənmiş hissənin sahəsini gəlin buradan hesablayaq. Biz bilirik ki, bura 2-dir, burada 2-dir, bura 4 etmiş olur. Tamam. Burada da 4'ü cəmi 2 olduğuna görə burası da 4'dür. 4'ü də vursaq 4'ə, bura 4 deyil. Bu arada burası 4 deyil. Tamamı 6 santimetrdir. Buradan bura 3 olduğuna görə bura 2'dirsə bura 1'dir. Burada 3'dür oradan. Burada 3'dür, aşağı tərəfdə görünür. 4'ə 3'ə vursaq burası da 12 etmiş olur. 12 4 eləyəcək neçə? 16. Tamam. Rənglənmiş isə 16 oldu. İndi gəlin buradan da ayırmış olaq. Biz bilirik ki, cəmi neçədir? 4'dür. Buradan bura 2 olduğuna görə burası da 2'dir. Üstü də 2'yə vursaq burası 6'dır. Bura 1 olduğuna görə bu da 2'dir. Bunlar da ikisini toplasaq 8 etmiş olacaq. Çıxarıq 8, yəni 16'dan 8'e çıxmış oluruq. Bu da bərabərdir. 8 etmiş olacaq. Doğru cavab C variantında verilmişdir. Bu qədər. B variantının izahı ilə qarşınızda olarıq. Hələlik sağ olun.